Salam dostlar, bugün köbəni necə çıxaracağımız və tikişə necə hazırlayacağımız barədə məlumat verəcəm. Ön köbəni çıxarmaq üçün boyundan aşağı 6-7 sm enirik. Eyni qayda ilə qol dibindən yan xətt üzərində aşağı 6-7 sm enirik. Və bu nöqtələri birləşdiririk. Bu nöqtələr düz xətlə birləşmir, əyri xətlə birləşir. Burada əsas diqqət edəcəyimiz məqam köbənin sonluğu sinənin üstündən keçməsidir. Və köbəmizi kalka üzərinə köçürürük. Kalkanı yerləşdirdik. Görünən xətlərimizi kalkaya köçürürük. Köbəmiz hazırdır. Ön orta xəttə kəsik xəttlər çəkirik. Keçən dərsimizdə biz arxada votachkanı modelləmişdik. Ona görə də modellənmiş detalda köbəmizi çıxarmaraq. Çünki bunlar tikişdə pasatkaya getməlidir və bu vəziyyətdə olmalıdır. Bunun üçün arxa detalı əlavə kopyalayıb götürürük. Və əlavə kopyaladığımız detalın üzərində kalkamızı yerləşdirib köbəmizi çıxarırıq. Ön hissədə olduğu kimi kənarları kalkaya köçürürük. Bunu köçürdükdən sonra da düzəlişlərini edirik. Yan hissədə qol altından aşağıya, ön hissədə düşdüyümüz ölçü qədər düşürük. Biz 6 sm düşmüşdük. İndi arxada da qol altından aşağıya 6 sm düşdük. Arxa ortada isə boyun dibindən aşağıya 10-11 sm enirik. 11. Və eyni qayda ilə bu nöqtələri birləşdiririk. Və köbədə diqqət edəcəyimiz bir məqam da var. Burada arxa çiyində votachkanın ölçüsünü köbədə çıxmalıyıq. Biz arxa çiyinin ölçümüzü ölçürük 13 sm, 1 sm votachka payımıza çıxdıqda 12 sm qalır. Ona görə də köbədə çiyini 12 sm edirik. Və proyma xəttini düzəldirik. Bunu etməkdə məqsədimiz bu votachka yığıldıqdan sonra 12 sm üzərində otursun. Arxa köbəmiz hazırdır.